Gözəl Təbrizimizin bir qoşasında bir daha məqbərə vardı ki, 500 ildən çoxdur buradadır. Bu neçə 100 illər içində çoxlu adamlar ölüb gediblər. Heç bilmirik qəbirləri hardadır. Can görək bu fərqli məqbərənin rivayəti nə mənadır? Təbrizin tarixinin boya boyunda bizim salih insanlarımız az dəyirdi. Hambal əmi də bu salih insanlardan biriymiş. Gündən bir gün Hambal əmi evə gedəndə görür ki, bir daha uşaq eyvandan düşür aşağı. Allahın qahızı görədi ki, saxla. Bu uşaq səhih səlamət gəlir yer üzünə. Rivayətlərdə vardı ki, cəmaət tökülüb Hambal əminin paltarlarını tikə parça eləyib təbərrük aparmaq üçün fikirləşirdilər. O ləhzə Hambal əmi çönür cəmaətə deyir ki, mən nə bir imamam, nə peyğəmbər və nə Allah. Mən sadə bir hambalam. Deyir ki, ömür boyu Allah deyəni mən itaat eləmişəm, Allahın əmrini yerinə yetirmişəm. Bir şeydə mən dua elədim, Allah mənim duamı eşitdi. 545 il bundan qabaq meydanda belində yük daşırmış. Yük sahabə deyərmiş, 3 yerdə qoyacağım, dincələm, yubanacağım, razı olsan aparım. Yəni bu qədri şəxs idi ki, istəyirdi ondan halallıq alsın, rahat olsun. Özündən sinirli hambal işləyənməyən, işlədiyindən ona bir köməklik edərmiş ki, evinə boş getməsin. 5-dən birin fəqrə verərmiş. Bir gün meydanda iş olmur, gedir siluda, buğdada işləyir. Axşam gəlir, başmağın çıxadan görür 5-6 buğda qalır. Bu şəxs yəni o qədri Allah tanıyanır ki, onu gecə vaxtı götürür, piyada aparır, buğdanın üstünə gəlir. Gəlir xanım deyir, hardaydın, yubandın. Buyurur ki, qəzaya belə idi. Buyurur ki, səhər aparardın, niyə? İndi gedirdin. Buyurur, bəlkə axşamki buğda bu ağanınkidir, səhərki bunun şulzum olan. Bir də bəlkə gecə əcəl dərk elədi, niyə belə? Siz əzizlər lütfən eşitdiklərinizi bu məkana görə kommentlərlə bizə yazın.